Sosyal medyada fitness ve qidalanma mövzularındaki paylaşımları ile tanınan Braziliyalı influencer Diana Arias 39 yaşında həyatını itirib. Doğru Xəbər maqazin Daily Mail istinadən xəbər verir ki, Diana bir binanın damından yıxılıb və aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb. Lakin həkim nəzarəti altında olmasına baxmayaraq o xəstəxanadan qaçıb. Bir müddət sonra influencerin Rio de Janeiro'da yaşadığı yaşayış kompleksinin ümumi istifadə zonasındakı meydançasında cansız bədəni tapılıb. Məlumata görə yanğın söndürənlər Arias'ın meyitini səhər saat 06:30-da aşkar ediblər. Onun bədənində müxtəlif kəsik izlərinin olduğu bildirilib. Hakimiyyət orqanları onun ölüm səbəbini, binadan necə yıxıldığını və nəyə görə xəstəxanadan qaçdığını müəyyənləşdirmək üçün araşdırma işlərinə başlayıblar.